Peyğəmbərimizin başına bir arvad həmişə zibil atardı. Bir neçə gün keçdi, gördü zibil atmır, soruşur, nə oldu, bu niyə zibil atmır? Lə xəstələnib, bazarlıq elədi, getdi yanına ziyarətinə. Yəni, bu nədən irəli gəlir? Bilirsiniz necədir məsələ? Bir uşaq şıltaqlıq eləsə, valideynin sevgisi ilə onun neynir, şıltaqlığını dözür. Və yaxud da ki, lap bətərini misal gətirək, bir heyvan, görürsən ki, heyvan bir şıltaqlıq eləyəndə, onun yiyəsi durub o ilə söhbəti eləmir də, bilir ki, bu qandığı bu qədərdir də, keçir onun üçün. Bəli, bilənlə bilməyən hələ fərqi bu qədər. O söz var ya, qanan qanmayana bir pay borcludur. O cahil də o bilmir.